Buyurun bey. Əli, biz bura Kərbəlayını görməyə gəlmişik. Kərbəlayı sizin gəlişinizdən çox sevinərdi bey. Elə biraz bundan qabaq yuxarı kəndlərə getdi. Çörək yeyin bey. Ha, atalar yaxşı deyir, kebab qanlı, igid canlı. Buyurun. Yeyin bey, düşmən də olsa çörəyimiz halaldır. Bərəkət Allah'ındır. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Buyurun, buyurun. Sözün düzünü desək, biz heç vaxt sizinlə düşmənçilik eləməmişik. Özünüz başlayıbsınız. Əgər düşmən olsaydıq, biz atımızı bu həyətə sürməzdik. Mən həmişə Kərbəlayının qapısını xoş niyyətlə açmışam. Bu tayfa düşmənçiliği deyil bey. 5-10 adamla ədavətimiz olsaydı, haqq hesabını tez çəkərdik. Bizə belə hərdən xiyal hükümət lazım deyil. Ya torpağı verir kəndliyə, ya alıb qatır bir yerə nə var ki, kolxozdur. Bir dəfəlik deyin ki, torpağımızı əlimizdən alırsınız da. Sizin qalxoz haqqında olan təsəvvürünüz düz deyil. Hökumətimiz təklif eləyir ki, torpaqları birləşdirək. Hamı birlikdə işləsin. Qazanc da zəhmətdən asılı olaraq bölünsün. Daha bunun harası pisdir? Söz girləşdirirsən ha, bacıoğlu. Keçəl Həsən, ya Həsən keçəl. Nə təfavütü var? Təfavütündadır ki, birlikdə işləyib təsərrüfatı böyütsək bolluk olar. Padişahın taxtını çevirib ağ günə çıxdıq. Kolxoz quranda əlimiz bala batacaq. Uzağa ne için gelirsiniz? Ele götüre bizim kendi. Kolxoz olandan sonra evvelkinden 2 dəfə artıq məhsul götürmüşük. Özə bax, Xalis Sarıboğda. Bax beləsindən. Xəlil, deyirlər arvadları qalxoz eləyib yığmışsınız bir dama. Ərləri deyən qalıb bir qıraqda, qalxoz sədrinin hökmünü yerinə yetirirlər, ha? Belə çıxır ki, hamı namusunu arına itirib,